emosional nitqi haqqında danışmısınız. Klassik ifaçıları bildik. Bəs müasir, indiki müğənnilərin hansının nitqini bəyənirsiniz? Və bununla bağlı dəyərləndirmə edərsinizmi? Bununla bağlı dəyərləndirmə eləmək olar. Mən əslində səsi az olan müğənnilərin emosional nitqinin daha yaxşı olduğunu müşahidə eləmişəm. Bu da bəlkə Allahın onlara verdiyi istedaddır ki, bir tərəfdən az verəndə, bir tərəfdən çox verir. Və burada bir çox müğənnilərin adını çəkmək olar. Məsələn, Röyanın adını çəkmək olar, Natəvan Həbibinin adını çəkmək olar ki, onların çox gözəl emosional nitqləri var. Zülfiyə Xanbabayevanın adını çəkmək olar, Faiq Ağayevi demək olar. Düzdür, bunlar artıq gənc hesab olunmasalar belə, ümumiyyətlə bunların nitqini nümunə göstərmək olar müasir meydanda olan müğənnilər kimi. Amma məsələn, bax son vaxtlar Xatun adında bir müğənnimiz var. O Padruqa adında bir mahnı çıxartmışdı. Padruqa qoyma ki enerjimizlə alırsın. Ay bir fincan çayla məzəli söhbətlər. Əhvalımız, keyfimiz düzələr. Padruqam dostluq. Ümumiyyətlə, Azərbaycan dilinin təmiz səs danışıq tərkibinə, ümumiyyətlə, belə bir sözün aramızda işlədirik. Amma varvarizmdir, bunu olmaz, bunun üzərində bir mahnı yazmaq. Bu yaxud, məsələn, Röyanın hətta səni unutmaq necə də hasaddır, nəsə belə bir sözləri olan hasaddır demişdi orada. Dəyişən bizlik ki zamandır, məni unutmaq necə də hasaddır. Son görüş mənə nələr yaşatdı, ayrılıq sözünü demə amandır. Dəyişən bizlik ki zamandır, məni unutmaq necə də hasaddır. Mən təklif eləyərəm ona ki, bu mahnını təzədən yazsın. Çünki o asandır sözüdür. Sonraki baxmışam mahnılarında asandır deyir. Amma məhz o mahnıda hasaddır çox deyir. Məncə onu düzəltsə daha yaxşı olar. Çünki o bir xalq artisti kimi nümunədir və daşıyıcıdır. Ən yaxşı dilin təbliğatçısıdır. Daha gözəl oxusa, bu arada onun nitqi çox yaxşıdır. Çox inkişaf elətdirib nitqini son zamanlar. Bax, bu mahnıları deyərəm ki, əslində o qədər də. Amma xüsusən gənclərə baxsaq, tutalım, Nəfəs deyirlər, Damla deyirlər, Şəbnəm Tovuzlu deyirlər. Onların emosional nitqinə bir əl gəzdirilməlidir. Emosional nitqlərində o qədər də ürəyincə deyil. Yəni, hamısı səsə fikir verir, amma emosional nitqə baxan yoxdur. Əslində isə sözün gözəlliyi ilə mahnının gözəlliyi deməkdir. Ona fikir versələr, mahnı 2 qat uğur qazanacaq, əmin olsunlar.